və Allahla birbaşa təması simvolizə eləyir. Hədislərdə də buyurur ki, açıq səmada qılınan namazın fəziləti və savabı daha çoxdur. Nə üçün? Çünki insan açıq səmaya baxan zaman Allahın böyüklüyünü daha tez dərk eləyir. Peyğəmbər sallallahu əleyhi və səlləm haqqında buyurur ki, bu Məscid-i Quba İslamın ilk məscididir. Hər kim burada 2 rükət namaz qılsa, ona ömrənin savabı verilər. Biz də özümüz və Azərbaycandan gələn zəvvarlarla birgə Məscid-i Qubada zöhr və əsr namazlarımızı qıldıq. Bütün xalqımız üçün, millətimiz üçün, ümmətimiz üçün dualar elədik. Allahdan istəyimiz budur ki, Allah bu ziyarəti bütün arzu edənlərə nəsib eləsin. Həmçinin bizi izləyən, görən hər kəsə Allah Məkkə, Mədinə, Məşəd, Kərbəla, Şam ziyarətlərin, Xanım Zeynəb ziyarətini, İmam Hüseyn ziyarətini, Həzrəti Əmir Əl-Müminin Əli əleyhissalamın ziyarətini, Məşəddə İmam Musa əleyhissalamın ziyarətini, digər Bəqidə 4 imamımızın ziyarətini, Mədnədə Peyğəmbərin ziyarətini və Peyğəmbərin gəzdiyi bu yerlər, Peyğəmbərin iştirakı ilə tikilən bu məscidlər